Saray qəsəbəsində 17 ildir yaşayıram. Biz bura gələndə yollar bərbad haldayız. Kamaz, maz, heç bir maşın buraya girmirdi. Biz öz hesabımıza yığdıq pul, bu yolu pis yaxşı düzəltdik. Yaxşı idi yolumuz. Bu kanalizasiya çəkilincə. Bu kanalizasiyanı gəldilər, çəkdilər. Pis günə qoydular buranı. Bizə də dedilər ki, narahat olmayın. Bu kanalizasiya həm sizi üçündür, həm də ki, nə bilim, hansısa şirkət çəkir, podratdır. Narahat olmayın. Bələdiyyəni də dəvət elədik ki, biz yolumuzu qazırlar. Bax, pis günə qoyurlar. Buradan maşın keçmir. Ondan sonra ayaqla getmək olmur. Dedim, narahat olmayın. Mən sizə söz verirəm ki, bu kanalizasiya çəkiləndən sonra sizin yolumuz asfalt olacaq. İndi əgər daşlı yolsa, gələcəkdə buranı biz asfalt edirik. Nəinki asfalt heç bizim o daşlı yolumuzu bərpa eləmədilər ki, biz bu yoldan istifadə edək. Və belə də olmaz. Prezidentimiz sağ olsun, gündə pul ayırır, gündə çərəncam verir. Heç birisi baxan yoxdur, heç gəlib günümüzü maraqlanan yoxdur. Nə yiyirsiniz, nə içsiniz, yolunuz, iziniz nətərdir? Xahiş edirik, bir tədbir görün.